Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bu günləri sizə tam mülkiyyət çıxarışlı, yaşayışlı bir ev çəkdim. Sizə təqdim edirəm, evimizin fasadını səsidir. Burada belə bir qapı var evin böyrünə keçmək üçün. Ev tam mülkiyyət çıxarışlı bir evdir. Xırdalan şəhərində Uğur Market deyilən yerə 7 nömrə məktəbə yaxın Abparkın yan hissəsində yerləşir. Bu evin böyrünə belə bir keçid var, evin arkasında da yer var. İnsə daxil olaraq evin içərisinə, evin həyətinə toyuz. Bu evin həyətidir, belə bir həyəti var. Həyətdə əlavə mətbəx yığılıb, naviz. Burada nə görürsünüz, hamısı qalır. İnsə keçək evin içərisinə. Koridor hissəsidir. Burada nə görürsünüz? Bunlar qalır. Solda belə bir qonaq otağıdır. Belə bir qonaq otağı. Evin demək olar 50% əşyası qalır. Ev yaşayışlı evdir, tam mülkiyyət çıxarışlı bir evdir. Kondisioner qalır. Evdə deməli 50-60% əşyalar qalmaq şərtilə. Burada belə bir balon bankı yığmağa bir yerdir. Burada da var yer. Burada isə sanitar qovşağıdır. Evimiz 2 mərtəbə 4 otaqdan ibarətdir. İndi isə qalxaq pilləkəndən 2-ci mərtəbəyə. Yenə qeyd edirəm, Xırdalan şəhərində 7 nömrəli məktəbə yaxın tam mülkiyyətli 2 mərtəbə ev. İpotekaya da yararlı bir evdir. Burada geniş bir yataq otağıdır. Pəncərəsi birbaşa həyətinə baxır. Burada yenə bir otaqdır. Üçüncü otaqda qonaq otağı kimi istifadə edirlər. Burada isə 4-cü otaqdır, yataq otağı. Evimiz tam mülkiyyət çıxarışlı bir evdir. Burada isə 2-ci mərtəbədə sanitar qovşağıdır, ev yaşayışlı bir evdir. Evimizin qiyməti 90 minə deyilir. Aşağı yeri var. Kim istəsə əlaqə saxlayar, aşağıdan nömrəmizi qeyd edəcək, zəng gəlib baxar. Çox əla bir keyfiyyətli bir evdir. 2-ci mərtəbədə də kondisioner var. Qiyməti superdir. Yenə qeyd edirəm, evin əşyaların 50-60% qalır. Ola bilsin, bütün əşyalar qaldı. Sağ olun, Allah'a emanet olun.